Mən Gülalıyeva Hicran Məzahir qızı. 43-lə yaxındır, mən kommunalda işləyirəm, süpürgəsi. İndi də yerim çoxdur, özüm şəkər xəstəsiyəm. Süpürürəm yerimi, qutarıram, Fərhad var nəzarətsidir, müdiriyyəti də ürgədir. Mənə geri oturma, git kimsə o psikə sıxsa, yerinə sən süpürəsən. 5-ci gün mən qutardım işimi, saat 1-də oranı qutarmışam. Evə gedəndən sonra 5-ci gündən bəri 3 dəfə skor gəldim mənim üstümə. Aparıblar, həkim götürmür, geri aparın Sabravada, emekliyə olsun bunun başı. Bu bir də əsəbləşsə, bu paraliz keçirdəcək. Bunu kim eləyir? Fərhad eləyir. Süpürür, deyirəm Fərhad, bu boyda yer süpürmə, deyir qışqırma, səviyyəsiz adamsınız, arvadların hamısını həqqı bezdirir, kimə geçirsiniz ondan şikayət edəcək. Deyir, sən məndən deyir aşağısan, səviyyədə aşağısan. Mən də geçim icraya, İlkin müəllimin yanına. Dedim müəllim, bu Fərhadın harası məndən səviyyədə yuxarıdır? Dedim, ola bilər səviyyədə yuxarı, çünki mən süpürürəm, təmizliyə görə pulu alır, qoyur cibinə. Səviyyəsiz varsa dedim, onun arvadıdır, qızıdır, özü də geçmişdi ora. Bezmişim, mən demişəm, andol Allaha, uşaqlar gəlirdi, qoymadım. Qız dedi ki, o Fərhadı orada mən sürüyəcəm. Hələ bir dəfə gəlib, o az qalırdı, öldürə. Mən niyə xəstəyə düşməliyim? Elə xəstəyəm də, gözüm də görmür, şəkər xəstəsi. Kimsə o psikəsi mənə baxır, kampoza bir dənə mən, istəyir. Götürüşüb bizlə, arvadlarla götürüşüb, bezmişik onun əlinə. Andolsun Allaha.